Salam dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Futbol gündəmində nələr var, nələr. Ayrılıq xəbərləri, transfer xəbərləri, dünya çempionatı yaxınlaşır. Türkiyə komandası dünya çempionatında kimlərlə qarşılaşacaq, haçan, ayın neçəsi, saat neçədə oyunlar keçiriləcək, yəni təqvimlər sizlərə təqdim olunacaq. Milli komandamızdan xəbərlər var, Qarabağdan, Neftçidən transfer ayrılıq xəbərləri var. Eyni zamanda Azərbaycan kuboku, hansı ki Çempionlar Liqası həyəcanlı qədər həyəcan verən Azərbaycan kubokunun yarım finalında artıq bizi sayılı günlər ayırır. Bütün bu və ya digər maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Sona qədər videonu izləsəniz. Videonu izləyin sona qədər mütləq, çünki bu ayın ən möhtəşəm videolarından biridir. Məncə birincisidir. Və abunə olun, bildirişləri açıq tutun. Eyni zamanda fikirlərinizi mütləq şərhlər bölümündə yazmağı unutmayın. Mən isə o məlumatları sizlərin nəzərinizə çatdırım. Dəyərli izləyicilər, bildiyiniz kimi Hülyar balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, dəstəyinizi əsirgəməyəcəksiniz. Bir ata əgər övladı üçün kömək istəyirsə, bunun heç bir sözlə ifadə eləmək olmaz. Sadəcə hər birinizdən dəstək olmağı, bizi bu günlərdə tək qoymamağı rica edirəm. Ümid edirəm ki, dəstəyinizi göstərəcəksiniz. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim transfer xəbərləri, ayrılıq xəbərləri yanaşı dünya çempionatından da məlumat verəcəm. Elə dünya çempionatı ilə başlayaq. Dünyanın bir nömrəli turniri, dünya çempionatı. Bəli, çox maraqlı qarşılaşma bizi gözləyir. Dünya çempionatında 48 milli komanda iştirak edəcək. O komandaların adlarını aşağıdan sizlərə bir-bir təqdim edirəm və daha maraqlı olsun deyə bəlkə fona da məhz hələlik dünya çempionatının iştirak edəcək ölkələri qoyaq, dəyərli dostlar. Gördüyünüz kimi bu 24 komanda ilə yanaşı, bax bu 24 komanda, ümumilikdə 48 komanda dünya çempionatında iştirak edəcək. Türkiyə milli komandası da gördüyünüz kimi bu komandalar arasında var. Qeyd edim ki, dünya çempionatı 2026 Kanada, Meksika və ABŞ-da başlayacaq. İyun ayının 11-də start götürəcək, iyul ayının 19-una qədər davam edəcək. Hər gün demək olar ki, 4 oyun baş tutacaq. Onunla yanaşı qeyd etməliyəm ki, oyunların bəziləri 21 və ya 21:00 və ya 23:00-da baş tutsa da, əksər oyunlar gecə vaxtlarda başlayacaq. Çünki Amerika ilə bizim aramızda saat fərqi çoxdur. Məsələn, Türkiyənin oyunları nə vaxt baş tutacaq, bir qədər sonra biləcəksiniz. Gecə boyu qalmalıyıq bu oyunları izləmək üçün. Qeyd edim ki, ilk oyunda Meksika və Cənubi Afrika milliləri qarşı-qarşıya gələcək. Ayın 11-də saat 23:00-da dəyərli dostlar canlı yayımda izləyə biləcəyik inşallah. Qeyd etdiyim kimi ABŞ, Kanada və Meksika milli komandaları ev sahibliyi edirlər deməli dünya çempionatına. Maraqlı məqamlardan biri odur ki, ilk dəfə dünya çempionatının bu mərhələsində, knockout final mərhələsində deməli 48 komanda iştirak edəcək. Bu da çox maraqlı məqamlara əsas verib. Belə ki, ilk dəfə dünya çempionatında iştirak edəcək 4 komanda var. Bunlardan biri Özbəkistandır. İlk dəfə dünya çempionatına vəsiqə qazanıb. Ümid edirəm ki, bir gün Azərbaycan millisi də vəsiqə qazanar. Sonra İordaniya millisi, Cabo Verde millisi və Curaçao millisi dünya çempionatına vəsiqə qazanıb. Yəqin ki, bir çoxunuz Curaçao'nun harada yerləşdiyini bilmirik. Bəlkə xəritə üzərində tapa bilmərik Curaçao'nu, amma Curaçao dünya çempionatına vəsiqə qazanıb. Cabo Verde, İordaniya, Özbəkistan kimi millilər dünya çempionatına vəsiqə qazanıb, amma
İtaliya millisi dünya çempionatından kənarda qalır. Maraqlı məqamlardan biri də odur. Bundan əlavə Konqo Demokratik Respublikası 1974-cü ildə sonuncu dəfə dünya çempionatında vəsiqə qazanmışdı. 52 ildən sonra yenə də dünya çempionatında iştirak edəcək. Onunla yanaşı Haiti millisi 52 il qabaq 1974-cü ildə dünya çempionatında iştirak etmişdi. Yenə də dünya çempionatında iştirak edəcək. İraq milli komandası 1986-cı ildə dünya çempionatında iştirak etmişdi. Yenə də vəsiqə qazandı 40 ildən sonra dəyərli dostlar. Türkiyə milli komandası 2002-ci ildə dünya çempionatında vəsiqə qazanmışdı sonuncu dəfə və bu dəfə də vəsiqə qazanmağı bacardı. Dünya çempionatında iştirak edəcək 24 ildən sonra. Yeni Zelandiya isə sonuncu dəfə 2010-cu ildə dünya çempionatında vəsiqə qazanmışdı və 16 ildən sonra yenidən dünya çempionatında iştirak edəcək. Və beləliklə artıq indidən demək olar ki, çox maraqlı bir dünya çempionatı izləyəcək. Qaldı ki, Türkiyənin oyunlarına. Birincisi, Türkiyə milli komandası qeyd edim ki, D qrupunda yer alıb və onun rəqibləri Avstraliya, Paragvay və ABŞ-dır. Ekrana gətirək zəhmət olmasa cədvəli, bax budur. Deməli, D qrupunda, dəyərli dostlar, D qrupunda Amerika Birləşmiş Ştatları, Paragvay, Avstriya və Avstraliya daha doğrusu və Türkiyə milli komandaları yer alıb. Məncə heç də çətin olmayacaq, asan olmayacaq daha doğrusu Türkiyə milli komandası üçün. Çünki burada çox ciddi rəqib var, Amerika Birləşmiş Ştatları və milli komandası çox güclənib son illər Amerikanın. Həmçinin güclənməsi ilə yanaşı ev sahibləri təbii ki, azərkeşlər qarşısında yaxşı nəticə üçün oynayacaqlar. Ona görə çox çətin olacaq Türkiyə üçün, amma qrupdan çıxacağını düşünürəm, çıxa biləcəyini düşünürəm Türkiyə milli komandasının. Bu barədə ayrıca bir video sizlərə mütləq təqdim edəcəyik. Belə, Türkiyə milli komandası ilk oyununu iyun ayının 14-də səhər saatlarında 08:00 08:00-da start götürəcək. Deməli, ilk oyununu keçirəcək Avstraliya millisinə qarşı 14 iyunda. 6 gün sonra isə Paragvay millisi ilə qarşı-qarşıya gələcək. Yenə də səhər 8-də Paragvay millisi ilə qarşılaşacaq Ay Ulduzlular və Türkiyə millisinin qrupdakı son oyunu Amerika Birləşmiş Ştatları ilə olacaq və Amerika Birləşmiş Ştatları yığması ilə başlayan görüş iyunun 26-sında başlayacaq və səhər saat 6-da bu oyunu izləməli olacaq. Belə bir bizi gecə yuxusuzluq gözləyir dünya çempionatı ilə bağlı. Onu da sizin nəzərinizə çatdırmış olduq. İndi isə digər xəbərlərə keçid alın. Dəyərli dostlar, Azərbaycan kubokundan başlayaq, sonra keçək yavaş-yavaş milli komanda, sonra da transfer xəbərlərinə. Azərbaycan kubokunda bilirsiniz, yarım final oyunları başlayacaq. Xüsusilə burada diqqət çəkən məqam Qarabağ və Sabah komandalarının qarşılaşmasıdır. Bunu erkən final da adlandıra bilərik. Yarım finalda olduqca gərgin mübarizə gözlənilir. Son mövsümdə Qarabağ komandası Sabahı məğlub edə bilməyib. 3 oyunda etcə, 2 oyunda Sabah qələbəsi qeydə alınıb. Bu dəfə Qarabağ komandası Premyer Liqada olmasa da kubokda Sabahı məğlub edə bilərmi? Bu arada bu ay 3 dəfə qarşı-qarşıya gələcəklər. Ayın 3-də və 22-sində Azərbaycan kubokunda, ayın 18-də isə Azərbaycan çempionatında qarşı-qarşıya gələcək bu iki komanda. Bu 3 görüş bir ayın içində 3 dəfə qarşı-qarşıya gələcəklər və Qarabağın bu ay 2 dəfə də Neftçi səfəri var. Ard-arda Neftçi ilə səfərinə gedəcək. Çox çətin bir ay olacaq Qarabağ komandası üçün. Amma mən düşünürəm ki, Qarabağ komandası Sabahı məğlub edib finala yüksələcək. Niyə məğlub edəcək bu dəfə? Bu barədə burada çox danışmaq istəmirəm, çünki bir video çəkib paylaşmışam. Bu videonu izlədikdən sonra kanalımda bundan əvvəl paylaşdığım videonu da izləyə bilərsiniz, dəyərli dostlar. Turan Tovuz, Zirə komandalar arasında məncə Turan Tovuz finala yüksələn tərəf olacaq. Amma siz də öz təxminlərinizi, fikirlərinizi şərhlər bölümündə yazın. Azərbaycan kubokunun qalibi kim olacaq? Qeyd edim ki, Azərbaycan kubokunun qalibi Avropa Liqasına gedəcək, vəsiqə qazanacaq.
Əgər Qarabağ Avropa Liqasına getmək istəyirsə, o zaman kubokun qalibi olmalıdır. Əks halda Konfrans Liqasına gedə bilər. O halda ki, kubokun qalibi Zirə və yaxud Turan Tovuz olsa. O zaman Qarabağ heç Avropa Liqasına da gedə bilməyəcək, gedəcək Konfrans Liqasına ki, bu da Qarabağ üçün uğursuz mövsüm ola bilər. Çünki belə deyək, həm mövsümü titulsuz başa vuracaq, həm də Avrokuboklarda Avropa Liqası və Çempionlar Liqasının kənarda qalmış olacaq. Bu, məncə, Qarabağ üçün ən arzu olunmaz ssenaridir. Hər halda o videonu izləyərsə, orada geniş danışmışam bu barədə. Mən isə digər xəbərlərə keçid alım. Milli komandamız, dəyərli dostlar, deməli, reyting siyasında bir qədər də irəliləyib. Belə ki, Azərbaycan millisi 127-ci ildən 124-cü pilləyə yüksəlib. Qeyd ki, hal-hazırda dünya reyting siyasında Fransa millisi 1-ci, İspaniya 2-ci, Argentina millisi isə 3-cü pillədə qararlaşıb. İndi isə keçək transfer xəbərlərinə. Bir qədər xarici məsələləri danışaq, sonra gələk Qarabağdan, Neftçidən də xəbərlər var. Dəyərli dostlar, Qalatasaray Milanın futbolçusu Yusuf Fofana üçün 30 milyonluq təklif göndərib. Fransalı futbolçunun Qarabağa keçəcəyi gözlənilir. Bu barədə İtaliyanın Kalk yönləşli məlumat yayıb. Qalatasaraydan söhbət düşmüşkən, Qalatasarayın baş məşqçisi Okan Buruk Tottenham'dan təklif alınmışsan demə. Amma Okan Buruk təklifi rədd edib və Qalatasarayda qalmağı seçib. Qeyd edim ki, artıq Tottenham'in yeni məşqçisi bəllidir. Roberto De Zerbi'yə tapşırılıb. Tottenham komandası bildiyiniz kimi uğursuz hal-hazırda çıxış edir. Premier Liqada son pillələrdən birindədir və hətta Premier Liqada düşmək riski belə var. Dəyərli dostlar, keçək Neftçidən bir xəbər var. Deməli, Jordan Rezabaladan bir məlumatı sizin nəzərinizə çatdırım. Neftçinin futbolçusu Jordan Rezabala Azərbaycan Premier Liqasına çıxış edən 2 klubla tanışıqlar aparır. Dedim ki, bu futbolçu Samir Abbasov Neftçiyə gəldikdən sonra onun istəyi ilə Sumqayıt komandasından transfer olunmuşdu. Amma Samir yola salındıqdan sonra, Beldub gəldikdən sonra bu futbolçu da ehtiyatda oturmağa məhkumdur. Ona görə də futbolçu Neftçidən ayrılmaq istəyir. Neftçi komandası da ona yaşıl işıq yandırıb, özünə klub tap deyib. Ya qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriləcək, ya da bu futbolçu bir hansısa kluba icarəyə veriləcək. Futbolçu hal-hazırda Neftçidə az qazanmır, ayına 25 min dollar pul qazanır. Hansı ki, bu Sumqayıtda qazandığı qazancdan 5 dəfə çoxdur. Ona görə də müqavilənin sonuna qədər yəqin ki, Neftçidə qalmaq, amma icarə əsasında başqa klubda çıxış edə bilər Jordan Rezabala. Görək məsələnin sonu necə olur. Gələk Qarabağa. Qarabağda da bir ayrılıq və çox vacib futbolçunun ayrılığından söhbət gedir. Söhbət Kohalskidən gedir. Bəli, Kohalski qətiyyətlidir gedişdə və Qarabağdan ayrılmaq istəyir. Xüsusilə Qarabağ komandasının Çempionlar Liqasına vəsiqə qazana bilməsi kölgə altına düşdüyünə görə, sual altına düşdüyünə görə Kohalski Çempionlar Liqasına çıxış edəcək biləcək bir klubda ən azından çıxış etmək istəyir və yaxud Avropada əsas heyətdə oynaya biləcək bir komanda çıxış etmək istəyir. Aldığımız məlumata görə Polşanın Lech komandası, əgər Polşa çempionu olarsa, Kohalski Polşa komandasına keçəcək. Lech komandası da Kohalskiyə görə 5 milyon avro təzminat ödəməyə hazırdır. Qarabağ isə 3 milyon da olsa ödəməyə hazırdır. Qarabağ komandası isə Kohalski üçün 5 milyon avro tələb edir. Sizcə Kohalski üçün 5 milyon verərmi hansısa klub və yaxud 5 milyona satmağa dəyərmi Kohalskini, yoxsa komanda saxlamaq lazımdır? Fikirlərinizi yazın. Qeyd edim ki, 2027-ci ilin yayına qədər Qarabağla müqaviləsi var. Qarabağ getmədisə, getməyəcək. Yəni, buraxmasa getməyəcək. Amma Qarabağa yaxşı təzminat ödəyərlərsə, Qarabağ da buraxacaq Kohalskini, onu da sizin nəzərinizə çatdırır. Kadi Borges isə Qarabağdan heç yerə getmək istəmir. Onun 2028-ci ilin yayına qədər Qarabağla müqaviləsi var. Hətta müqaviləsinin artırılması üçün müraciət edib Qarabağ rəhbərliyinə və çox güman ki, onunla yayda 2 illik yeni müqavilə bağlanılacaq 2030-cu ilə qədər. Və Leandro Andrade'yə çox sayılı təkliflər var və Leandro Andrade rəhbərliyə yaxınlaşaraq bu təklifləri müzakirə edib və son qərar olaraq Qarabağda qalmağı seçib. Qarabağın ən dəyərli, ən bahalı futbolçusu Leandro Andrade daha 3 il Qarabağda
forma geyinəcək. Düzdür, onun hələ 2027-ci ilin yayına qədər müqaviləsi var, amma daha 3 il, yəni 2030-cu ilə qədər müqaviləni artıracaq Leandro Andrade. Bu xoş xəbəri də sizin nəzərinizə çatdırmağı özümə borc bildim. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Sonuna qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Olduqca maraqlı transferlər gəlir. Bu barədə sadəcə dəqiqləşdirmə aparan və növbəti verilişimizdə bu barədə sizləri məlumatlandıracağam. Ona görə də abunə olun, bildirişi açıq, çünki növbəti verilişimizi izləyə bilərsiniz. Hələ də videomuzu bəyənməmisiniz, bəyənin. Hələlik.